Salam, hər vaxtınız xeyirli olsun. Cəlil Şirəliyevin coğrafiya test toplusu üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 21. Hündürlüyü 4250 metr olan ətəyi dəniz səviyyəsində yerləşən dağın təsvirində kəsmə yüksəkliyi 500 metr olan neçə horizontal çəkilməlidir? Deməli, ətəyi dəniz səviyyəsindədirsə, deməli bu olacaq 0. İlk horizontal 0, 500, 500, 500 artacaq. Kəsmə yüksəklik 500-dür çünki. 1000, 1500, 4000-ə gedib çıxmalıyıq. 2000, 2500, 3000, ən sonuncu 4000 metrdən keçəcək. Bundan artıq çəkə bilinməli, çünki kəsmə yüksəklik 500-dür. İndi gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, cavab A variantıdır. Keçdik 22-ci suala. Kəsmə yüksəkliyin 10 metr olduğunu nəzərə alaq, xarici horizontalın hündürlüyünü müəyyən edin. Kəsmə yüksəklik 10 metrdirsə, daxili horizontalın qiyməti -36-dan böyük və ona bölünən, qalıqsız bölünən ilk ədəd olmalıdır. -36-dan böyük ona qalıqsız bölünən ilk ədəd -30-dur. Deməli, buranın qiyməti olacaq -30, sonra onun artacaq. Bura -30-dursa, bura olacaq -20 və xarici horizontalın qiyməti də olacaq -10. Cavablara baxırıq. 22-nin doğru cavabı A variantıdır. Sual 23. Kəsmə yüksəkliyin 15 metr olduğunu nəzərə alaraq, xarici horizontalın hündürlüyünü müəyyən edin. Yenə daxili horizontalı tapırıq. Daxili horizontalın qiyməti -36-dan böyük, 15-ə bölünən ilk ədəd olmalıdır və -36-dan böyük 15-ə qalıqsız bölünən ilk ədəd -30-dur. Deməli, daxili horizontalın qiyməti -30 olacaq. Sonra 15 artacaq. Bura -30-dursa, bura olacaq -15 və xarici horizontalın da qiyməti olacaq 0. Baxırıq cavablara. 23-ün doğru cavabı C variantıdır. Sual 24-ə baxırıq. Turistlər əvvəlcə 180 dərəcəlik azimutla 5 kilometr, yazaq 5 kilometr, sonra 270 dərəcəlik azimutla 10 kilometr, sonra isə 0 dərəcəlik azimutla 5 kilometr, burada yenə olacaq 5 kilometr, hərəkət etdi. Turistlərin ilkin məntəqəyə ən qısa hansı azimut və istiqamətlə neçə kilometr qayıtmalı olduğunu müəyyən edin. Təbii ki, onlar şərq istiqamətdə qayıdacaqlar. Şərq. Azimut olaraq 90 dərəcə və kilometr olaraq 10 kilometr. Təbii ki, bura 10-dursa, deməli burada 10 olacaq. 10 kilometr. Düzbucaqlı kimi başa düşsək, qarşı tərəflər bir-birinə bərabər olmalıdır. Cavablara baxırıq. B variantı doğru cavabdır. 90 dərəcə, şərq 10 kilometr. Keçdik 25-ci suala. Kəsmə yüksəkliyin 20 metr olduğunu nəzərə alaraq, aşağıdakı fikirlərin hansının doğru olmadığını müəyyən edin. Deməli, biz vergi ştrixlərə baxsaq görürük ki, bu təpədir və ya dağdır. Baxaq indi görək nə deyir. Birə baxırıq. A və B məntəqələrində duran səyyahlar bir-birini görə bilər. Baxırıq A və B-yə, görürük fərqli yamaclarda durublar və bunlar fərqli yamaclarda durduqları üçün bir-birlərini görə bilməzlər. Deməli, bir doğru olmayan ifadədir. Onu götürəcəyik. Biri götürəcəyik. 2-yə baxaq. A məntəqəsində orta illik temperatur B-yə nisbətən yüksəkdir. Bəli, biz bilirik ki, hündürlüyə doğru temperatur azalır və orta illik temperaturda A-da B-yə nəzərən yüksək olacaq. Doğrudur. Buna götürməyəcəyik.
3-ə baxırıq. B nöqtəsində atmosfer təzyiqi A-dan yüksək ola bilməz. Bu səhvdir. Niyə? Çünki biz bilirik ki, yuxarıya doğru getdikcə təzyiq azalır. Ona görə B-də A-dan az olmalıdır. 3-ü götürməliyik. Doğru olmayan ifadədir. 4-ə baxırıq. B məntəqəsinin yerləşdiyi yamaç daha dikdir. Bəli, görürük. Horizontallar bir-birinə yaxın yerləşib. Bura dikdir. Doğru ifadə olduğu üçün götürmürük deyini. E4-ü. 5-ə baxırıq. A və B məntəqələri arasındakı hündürlük fərqi 20 metrdir. Gəlin baxaq görək, düz deyirlər. Kəsmə yüksəkliyin 20 metr olduğunu deyir, nəzərə alaq. Kəsmə yüksəkliyi 20 metrdirsə, daxili horizontalın qiymətini tapa bilərik. Daxili horizontalın qiyməti 220-dən kiçik olan 20-yə qalıqsız bölünən ilk ədəd olmalıdır. Bu ilk ədəd 220-dir. Deməli, bura olacaq 220, B olacaq 200. Yazaq B-ni 200. A-nı tapmalıyıq. Bura 200-dürsə, bura olacaq 180, burada olacaq 160. A-da 160-dır. Bunlar arasındakı hündürlük fərqi 40 metrdir. Amma burada deyir, neçə idi? 20 deyir. Təbii ki, o aid olmayan fikirdir, onu götürəcəyik. Deməli, biz tapdıq ki, A və B məntəqələri arasındakı hündürlük fərqi 40-dır. Burada yazıb 20 metrdir. Ona görə biz 5-i də götürürük. Aid olmayan fikirdir. 6 A və B məntəqələri arasında hündürlük fərqi 40 metrdir. Bəli, doğru cavabdır. Deməli, 1, 3, 5 aid olmayan fikirlərdə B variantı 25-in doğru cavabıdır. Sual 26-ya baxırıq. C məntəqəsinin dəniz səviyyəsindən 400 metr hündürlükdə yerləşdiyini, gəlin elə bunu yazaq. Deməli, 26-cı sual, C-nin mütləq hündürlüyünü bilirik, 400 metr. A-dan C-yə axan çayın uzunluğu 220 kilometrdir. Çayın meyilliliyini hesablayın. Biz meyilliliyin düsturunu yazacaq. Meyillilik bərabərdir çayın düşməsi bölünsün L, yəni uzunluğa. Buradan biz çayın düşməsini tapmalıyıq. Çayın düşməsini də necə tapacaq? Çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqinə görə tapacaq. Gəlin düşməni tapaq. Bərabərdir. Mənbə deməli 2200 metrdir. Mənsəb 400 metrdir. Tapırıq ki, fərq 1800-dür. D-ni də tapdığımıza görə artıq meyliliyi hesablaya bilərik. 1800-ü böləcəyik. Çayın uzunluğu nə qədər idi? 220 daha doğrusu. 220 da bərabərdir. Deməli, cavab təqribi alınır 8-dan. Alınır %18. Bunu da cavablara baxıram. Böyük ehtimal yuvarlaqlaşdırma ediblər. Gəlin yuvarlaqlaşdıraq. 8,2. Yəni cavab 8,2-dir. Doğru cavab 26-da A variantıdır. Keçdik 27-ci suala. Alpinistlər Kaspik dağına qalxarkən günorta vaxtı kölgələrinin onların hərəkət istiqamətinə düşdüyünü müşahidə etdilər. Alpinistlərin hansı azimutla hərəkət etdiyini müəyyən edin. Deməli, Kaspik dağı şimal tropikində şimalda yerləşir. Ona görə də deməli günəş onların bir dəqiqə. Deməli kölgə onların hərəkət istiqamətinə uyğun gəlirsə, deməli günəş onların arxa tərəfindədir. Cənub tərəfindədir. Buna görə də kölgənin istiqaməti onların hərəkət istiqamətinə uyğun gəlir. Yəni onlar şimal istiqamətində hərəkət edirlər. Kölgə də onların hərəkət istiqamətinə uyğun gəlirsə, bura kölgədir, bu da onların hərəkət istiqamətidir və günəş də cənubdadır. Niyə? Çünki Kaspik dağı biz bilirik ki, Qafqaz dağında bir zirvədir və ona görə günəş cənubdan düşdüyünə görə kölgənin istiqaməti də onların hərəkət istiqamətinə uyğun gəlirsə, deməli onlar şimal istiqamətində hərəkət edirlər, yəni 0 dərəcəlik azimutda. 27-nin doğru cavabı D variantıdır.
Sual 28. Müəyyən bir məntəqədən 3 qrupa ayrılmış səyyahlar eyni istiqamətdə 10 kilometr hərəkət etdilər. Lakin hər 3 qrup ayrı-ayrı məntəqələrə çatdılar. Onların hər biri başlanğıc məntəqəyə qayıtmaq üçün 0 dərəcəlik azimutdan istifadə etməlidirlər. Səyyahların haradan səyahətə başladıqlarını müəyyən edin. Deməli, biz bilirik ki, yer kürə şəklindədir. Ona görə bu deyilən fikirlər sadəcə şimal qütbündən olmuş ola bilər. Və şimal qütbündən deyir, 3 qrupa ayrılmış səyyah meridian üzrə hərəkət etdikləri üçün meridian üzrə hər biri 10 kilometr hərəkət ediblər və hər biri fərqli məntəqəyə çatıblar. Fərqli məntəqəyə çatıblar və onlar deyir, başlanğıc məntəqəyə qayıtmaq üçün 0 dərəcəlik şimal istiqamətində hərəkət etməlidirlər. Təbii ki, görürsünüz, onlar şimal istiqamətində hərəkət etsələr, başladıqları yerə çatacaqlar. Yəni, bu sadəcə şimal qütbündən mümkündür. Ekvatordan ola bilməz, şimal qütb dairəsindən ola bilməz, cənub qütbündən həmçinin ola bilməz. Sonra cənub qütb dairəsindən də ola bilməz. 28-in doğru cavabı Y variantıdır. Sual 29. Alpinistlər Kap dağlarına qalxarkən günorta vaxtı kölgələrin onların hərəkət istiqamətinə düşdüyünü müşahidə etdilər. Alpinistlərin hansı istiqamətdə hərəkət etdiyini müəyyən edin. Deməli, Kap dağları biz bilirik ki, cənub tropik xəttindən aşağıda yerləşir və günəşin heç bir zaman zenitdə olmadığı enlikdə yerləşir və buna görə də əgər alpinistlərin kölgələri onların hərəkət istiqamətinə uyğun gəlirsə, deməli günəş onların arxa tərəfindədir və onlar cənub istiqamətində hərəkət edirlər. Kölgə onların hərəkət istiqamətinə uyğundur və günəş də arxa tərəfdən düşdüyü üçün kölgənin istiqaməti təbii ki, onların hərəkət istiqamətinə uyğun gələcək. Baxırıq cavablara. 29-un doğru cavabı B variantıdır. Yəni, onlar cənub istiqamətində hərəkət edirlər. Sonra keçdik 30-cu suala. Kəsmə yüksəkliyin 400 metr olduğunu nəzərə alaraq A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Gəlin hesablayaq. A nöqtəsinin mütləq hündürlüyü elə verib də burada. Bircə dəqiqə. Verib. Yəni, çaşqınlıq oldu bir an. A nöqtəsinin mütləq hündürlüyü elə 2550 metrdir. Yəni, kəsmə yüksəkliyi verilsə də bu mütləq hündürlük dəyişmir də. Elə qeyd olunub ki, 2550 metrdir. Biraz sadə sual oldu. D variantıdır doğru cavab. Yəni, fikirləşməyin ki, burada nəsə eləyəcək. A nöqtəsinin mütləq hündürlüyü 2550 metrdir. Bəlkə C nöqtəsini demək istəyiblər, amma yenə də cavabı 2550 verirlərsə, deməli elə sual doğrudur. Asan sualdır. Heç bir şey eləmədik bu sualda. Cavab elə 2550 metr olacaq. 30-un doğru cavabı D variantıdır. Belə, bu günlük bu qədər. Gələn videolarda görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm.